Çünki onlara əhlüsünlə üsulu təbliğ olunmur. Onlar ümumiyyətlə belə fikirlərdən, belə baxışlardan uzaqdırlar. Onlara təbliğ olunan nədir ümumiyyələrə? Bir olaq, danışırlar hansı əsas üzərində bir olaq. Deyirlər bir olaq, susaq, o məsələlər ki, ixtilafda onlardan danışmayaq. Allah səbəb etsin. Məsələ, yəni dediniz ki, fikirdə və yaxud o məsciddə zikirdə, toplaşıb zikir eləmək, axır problemlərə qapı açır deyənə, yəni o diqqət eləmək lazımdır ki, o böyük şeylərə qapı açmasın da, məsələlərə. Bidətdə də eləncəkdə, adi məsələn, mümiyələrə, təqdir məsələlərdə sevgi yaransa, sonra bidətdə də sevgi yaranacaq. Əlbəttə. Ona görə biz onlar barədə mövqe tutmuşuq. Onlar başa düşmür. Onlar barədə bizim mövqeyimiz var. Onlar sadəcə başa düşmürlər. Onlar ümumiyyətlə belə fikirlərdən, belə baxışlardan uzaqdırlar. Çünki onlara əhlüsünlə üsulu təbliğ olunmur. Onlara təbliğ olunan nədir ümumiyyələrə? Bir olaq, danışırlar hansı əsas üzərində bir olaq. Danışmırlar. Deyirlər bir olaq, susaq, o məsələlər ki, ixtilafda onlardan danışmayaq. Biz məyər sevirik o məsələlərdən danışmağı? Yox, biz də sevmirik. Lakin nə vaxt danışırsan, ehtiyac varsa, ehtiyac olanda danışırsan. Amma bəli, bir məsələ var ki, hər şey ədəb, qayda üzərində olmalıdır. Qoy danışsınlar tələbələr, elm əhli. Elm əhli danışsın. Sıravı qardaşlar lazım deyil, yəni. Sıravı qardaşlar lazım. Elm tələbələri danışsın, məsələləri qaydın elm tələbələrinə, alimlərə, Quran sünnə əsasında gedənlərə, sələfin fəhmində əsaslara gedənlərə. Hələ məsələ daha təsir olacaq. Aydındır qardaşlar. Rasulullah s.ə.v-in dünyasını dəyişəndən sonra üç gün qalmaq məsələsi doğrudur mu? Neydi o? Bəli, gəlib. 3 gün ya 2 gün qalıb. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem cənazə namazı Ayşə radiyallahu anh evində dünyasını dəyişdi. Elhamdülillah. Ona görə girirdilər evə, ev də balaca idi. Cənazəni qılıb çıxırdılar. İndi təsəvvür edin də nə qədər adam var, minlərlə. Kişilər birinci girib qıldılar, sonra qadınlar girib qıldılar. Ona görə biraz çəkdi və həmçinin fikirləşirdilər harada dəfn eləmək. O vaxt Əbu Bakır dedi ki, radiyallahu anhu, mən eşitdim ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə ki, Peyğəmbərlər harada dünyasını dəyişir, orada dəfn olunur. Ona görə dəfn elədilər Ayşə radiyallahu anh'ın evində. Ona görə biraz hazırlamaq, biraz o cənazə və s. biraz bir neçə gün çəkdi. Bəli. Əl-Nəhl surəsində 13-cü ayədə deyir ki, Ən-Nəl-Ənəl Huda. Yəni, şübhəsiz ki, onlara doğru yol göstərən bizik. Dəvət eləyirsən kimisə, ibadət eləmək. Bir inşallah bizə də Allah subhanahu wa ta'ala qismət eləyər, biz də namaz qılarıq. Yəni, onlar elə bilirlər ki, bu belə də, yəni onu gətirirlər. Daha sonra bizə nəsib olursa, biz onda qılacaq. Bunun haqqında... Bu sadəcə qədəri dəlil gətirməkdir. Yəni, demək istəyir ki, Allah Taala bizə nə yazıb, nə vaxt qılacaq, məsələn, 30 ildən sonra. Onda başlayarıq da. Yox, sən nə bilirsən Allah nə yazıb sənə? Bəlkə 30 gündən sonra öləcəksən. Sən nə bilirsən? Hələ olmaz. Sən başda, dərhal başlamalısan. Yox, qədərdə sən nədən bilsən nə yazılıb? Biz bilmirik nə yazılıb. Biz bilmirik 5 saniyyədən sonra nə olacaq. O ki qaldı 5 il, o ki qaldı 50 il. O bəhanədir. Bəhanədir, səhv fikirdir. Səhv yanaşmadır. Əksinə, namaz fərzdir. Allahın əmridir, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin əmridir. Əgər kiməsə çatdı bu xəbər, o qılmalıdır və salam. Aydındır. Şeyh, demək, ümrədə olanda orada o hizblərdən biri yaxınlaşdı, belə bir şübhə ilə yaxınlaşdı. Mən dedi, şəxsən Şeyh Qamət tanıyıram və onun yanına getmişəm.
Ha. Onu demişəm ki, bəs Adildə problem var idisə əgər, siz niyə görə bu zamanında bizə bildirmirdiniz? Uzun müddət keçəndən sonra özünüz də deyirsiniz ki, əvvəldən var idi problem. Mən bunu saxlamışam ki, bəlkə düzələr biraz sonra deyək. Yəni, düzəlməsə deyim. Yəni, bu şübhə haqqında nə deyirsiniz Şeyx? O dediyi mən ona nə cavab verdim? Cavab vermişsiniz ona. Amma nə cavab vermişəm demədim. Yox, birinci, nəinki adil, ümumiyyətlə, hələ fikirli adamı bəyənləmək lazımdır. Sadəcə, onunla necə söhbətimiz oldu? Bəli, birinci dedim, mən artıq belə açıq olmasa da başladım ondan çəkindirməyə. Dedim, ehtiyatlı olun ondan. Lakin o vaxt ki, danışdıq və s. O dedi ki, yəni sözündən elə çıxdı ki, qayıdır fikrindən. Sözündən elə çıxdı. Lakin mən bu söhbəti qaldırmadım. Ne üçün? Dedim, müəyyən kütləni aparacaq özünə. Çünki kütləni çoxsu bu məsələlərdən xəbəri yoxdur. Bilməyəcəklər özlərini necə aparsınlar. Ona görə sustum. Həm də adam özü belə bildirdi ki, gökü bu dönüb. Amma o problem var idi onda. İndi də var. Lakin mən o vaxtdan danışıram. Sonra o Sələf Forum zat söhbətə çıxdı. Sonra gördük yenə bunun mövqeyi qəribədir. Ondan sonra söhbət yenə şişdi. Söhbət yenə şişdi. Ondan sonra gördük ki, bu adam oynayır. Bu adam sabit adam deyil. Buna arxayın olma olmaz. O burada belə deyir. Burada belə deyir. Bir gün belə deyir. Bir gün belə deyir. And içirdi ki, mən hələ şeylə deməmişəm, heç nə yoxdur. Sonra zuhur elədi, çıxdı ki, mən tövbə edirəm. O da neçə illərdən sonra, cəmaatı böləndən sonra. Cəmaatı böləndən sonra. O cəmaat təşəkkür eləməlidir ki, hələ biz yandıq mövqeyimizdə. Ki, o döndü. İndi belə fərz eləyirdi, göy ki, dönüb. Amma onlar bizi tənqid edirdilər. Aleyküm salam. Onlar bizi tənqid edirdilər. Özü də qapını açmışdı bizə qarşı. Tənqidə, cübəcür nəsə düzəldirdilər, yayırdılar. Bəyən adamlar çıxardırdılar, danışdırırdılar. Lakin o heç bir faydası olmadı. Ancaq öz ətrafındakiləri allatmaq üçün, saxlamaq üçün səbəb oldu. Vəssalam. Əksinə, əlhamdülillah, mən bilən kimi artıq gördüm faydası yoxdur. Yəni, fürsət verdik ona. Onun kimlərə. Gördük faydası yoxdur, rədd elədik, bəyənlədik onu. Vəssalam. Dedik, bu dindir. Bu dində belə şey olmaz. Bu nədir? Gah belə, gah belə, gah belə. Hakim dua məsələsində birinci dedi yaltaq. İkinci dedi ki, açıqda olmaz. Sonra belə qəribə sözlər dedi ki, bidətdir. Sonra və s. və s. Ola hamısının cavablar var. Müəyyən vaxt verildi, o da gözlədik ki, dönəyə. Biz istəyirik, cəmaat dönsün, insanlar dönsün. O saat vurub, xüsusən də qabaqda gedən adamları o saat istəmirik. Amma o elə də uzun müddət olmadı. Əksinə, hətta ondan çəkindirməyən açıq-aşkar, lakin artıq bilirdilər ki, nəsə müşkül məsələ var. O sadəcə yalan danışır. Onlar belə anladılar bizim qardaşları. Deyirlər ki, belə idisə ne üçün deməli? Dedi, ne üçün? Elə ən axırıncı mən idim bilən. Ən axırıncı. Sadəcə insafla addım attım. İstədim ki, adam dönsün. Aydındır. Allah sizdən çəkilsin. Şeyx, yaxşı zənnəmdir ki, Dəmnxanlara dəvətə gedən qardaşlarımız var. Allah nə nəsiyyət edirlər. Gedirlər orada dəmni oynayırlar çayxanalarda. Yəni, belə, nədir? Lazımdır da. Bu sırava belə kütlənin qabağında yaxşı deyil. Dicəl namaz qılanlar sözlə 3-cü, 4-cü artan adamda uzağı dəyişir. Artıq deyəcək şey, gəlirlər bizim çayxana vururlar zat, belə cübür şeylər. Kim nə gəldi danışır. Ona görə də adət eləməyin. Düzdür, dəmni oynamaq haram deyil. Haram deyil. Ərdən eksin olmaz. Belə öz arozda belə, amma oturub çayxanada və s. Yəni, sırava adamlarla pensiyaya çıxmış kişilərlə oturub, yaşlı kişilərlə dəmni ona bir yerdə oturub oynamaq düzgün deyil. Aydındır.
adət eləməyin hələ şeylərə. Çox hələ şeylərə vaxt ayırmaq düzgün deyil. Əksinə, ondan yaxşı dərsə qulaq assınız, qeydlər aparsınız, kitab oxusaz. Zikr eləsəz, ondan yaxşıdır Quran oxusaz. Ona görə ifrata varmayın. Aydındır, bəzi şeylər haram olmasa da, o demək deyil, gecə-gündüz oynaya yenə. İfrata varmaq olmaz, bəli. Hələ şeyx, ərəni Quranı bu gəlir də ortaya, bu adət-i ilə söyləyən məsələsini gəlir, bu səcərada çıxardırlar. Yox, adət üzrə belədir ki, birinci hələ adət düzgün deyil, qəbul olunmur. Sadəcə bu məsələdə Allah söyən kafirdir. Rasulun söyən kafirdir sallallahu aleyhi ve sellem. Dini söyən kafirdir. Amma hətta Muhammed bin Abdülvahhab deyir ki, əgər kim ki dini söysə, o saat təkfir olunmur. Bəyan olunur ona. Biləndən sonra əgər şey eləsə, söysə, ondan sonra kafirdir. Yəni bununla Yarhamkallah. Bununla Şeyh Muhammed bin Abdülvahhab murci olmadı ki. Və ya məsələn götür, məsələn Allah və Rasulunu söymək barədə də. Allah və Rasulunu söymək küfürdür. Allah və Rasulunu söyləyən kafirdir. Lakin üzür var. Məsələn, ikra altında olsa üzürdür. Və ya məsələn özündə deyil, fərəhdən, qəzəbdən özünü idarə eləməyədiyi halda nəsə desə birdən, o da üzürdür. Deməli, üzür var. Bəzi hallar üzürdür. Lakin burada nə məsələdir? Birdən cahilliyindən eləsən. Yəni, bilmirdən danışır. Düzdür, bu məsələdə fikir ayrılığı var alimlər arasında. Bəzi alimlər deyirlər ki, məsələn, cahillik gedmir də. Bəzi alimlər deyirlər, yox. Baxır, hansı növ cahillik? Hansı növ cahillik? Ona görə Şeyx Ubeydə sual verirlər ki, Şeyx, bəs bəzi alimlər, sələf alimləri Allah və Rasulun sözünü təkfir eləməyiblər. Cahilliyi üzr görüblər. Şeyx Ubeyd də nə deyir? Deyir ki, demir ki, yox, belə fikir yoxdur, heç kəs deməyib zat. Yox, təsdiqləyir onu. Deyənlər var. Lakin deyir ki, onlar mütləq şəkildə cahillik deməyiblər. Ola bilər hansısa bir cahillik növü ola bilsin. O baxılır məsələyə, baxılır. Yəni, təkfir məsələsinə baxılır. Sadəcə bu məsələni qaldırmaq düzgün deyil. Qaldırmaq deyil. Mənim etiqadım budur ki, Allah və Rasul söyləyən, Allahın dini söyləyən kafirdir. Lakin müəyyənə gələndə baxacaq halına. Üzür ola bilər, cahillik ola bilər, üzür. Ola bilər. Ola bilər, bilmir nə danışır və s. Bu mənim sözüm deyil. Bu mənim sözüm deyil. Sələf alimlərdən deyən olur, belə kifayətdir ki, Abdurrazaq Əl-Əfifi. Yaxşı, Abdurrazaq Əl-Əfifi nə deyirsən o barədə? Mufti, Ləznədəydi. Böyük alimlərin yanında, Şeyx bin Baz yanında və s. O da belə fitva verib. Afifi, Abbad ayrıdır. Afif ayrıdır. Afifi Abbaddan da böyük idi. Dünyasını dəyişib. O məclis yoxdur, alimlərin məsələyə, kibar öləmə. Orada üzv idi. Ləznə, bəli. Orada idi. Sadəcə bu məsələni şirtdilər. Bunun da səbəbləri var idi. Şirtdilər və salam. Amma elhamdülillah, biz Allah və Rasulunun söyləyəni kafiri görürük. Allahın dini söyləyəni kafiri görürük. Lakin müəyyənə gələndə müəyyənə. Adam müsəlmandır deyir, mən müsəlmanam və s. Bu tərəfdən söylür. Deməli, düzgün deyil də. Bu ya xəstədir. Ya görün, nə gündədirsə, bu yandan deyir, mən beləyəm. Bu yandan da deyir, deməli, bu hansındasa iki dənə ziddiyyat bunu dəqiqləşdirmək lazımdır. Ona o mənhəci söymək də aiddir. Mənhəci söymək də əlbəttə aiddir. Mənhəci söyür, əgər dini qəsd eləyirsə, məsələn, necə sahabini söyər. Sahabini söyən də, əgər dinin qəsd eləyirsə, kafirdir. Amma özün qəsd eləyirsə, təvil eləyibsə, cahildir, onda da baxılır. O saat təkfir olmur. Bu məsələ təfsilatı var. Aydındır. Allah sədaqət versin. Yəni, məşruiyyətinə görə biz məscid imamları ilə müamiləmiz normaldır. Yox, mən həmişə deyirəm ki, məscid imamları ilə yəni münasibət olsun. Yəni salam verin, salam alsa alın.
Baxmayaraq, bəli, onlarda var problemlər. Əqidə cəhətindən və s. Çünki bu saat məscidlərin imamları demək olar ki, hamısı maturididir. Müəyyən etiqad problemləri var. Amma buna baxmayaraq, məscid imamı olduğuna görə yəni biz arxalarında namaz qılırıq, caiz görürük namazı. Böyle müəyyən həddə salam verin, salam alın, bir şey yoxdur. Mesela günlerden çıkıp danışırlar ki, bir olar, parçalanmıyor. Mesela deyirsən ki, parçalanmadan Peyğəmbər sallallahu əleyhi neçə əsrdən qabaq danışır ki, ümmətin bu qədər belə bölünəcək, neçəsi az-azar bir dənə mənim yolumda onlar bizə tapanlar olacaq. O sözün əsasında bu da mesela başqa bir mesela belə deyək ki, başqa bir mumi ilə deyək ki, biz deyir də imam, Allah deyir ki, Allahın ipinə bərkəlsin. Bu nə dərəcə doğrudur? Yəni o ayə dəli götürəndə belə hamımız bir qardaş olar. Yox, bilirsiniz, onların sözünü özlərinə başa salmaq lazımdır ki, və ya təfsilat lazımdır. Deyir, bizə şərh eləyin. Sən nə deməksən? Biz xavariclərlə bir yerdə oturaq. Biz hizbilərlə bir yerdə oturaq. Düz deyir, qardaşım, onlar ki, bilmirlər nədir o. Dedim ki, o özünü təkfir edin. Hətta. Biz onlara görə onlar. Bəli, biz elə bölünməyin səbəbi o imamları kafir gördüklərinə görə onları rədd eləmişik, bölünmüşük. Yəni sən ona deyək ki, o səni kafir görənlərlə biz oturaq, sən onu dəvət eləysən. Ona görə bir olanda nəyin üzərində? Şərh elə. Yoxsa cəmaata deyirsən, bilməyən orada cavanlardır da, başlayıcı elə hamısına oturub durmaq, necə bu samumiyyə öz ətrafındakilər oyuna salıblar. Otururlar, mənhəci nəzərə almırlar, əsas deyil mənhəc olarsan. Və nəticədə nə olur? Azırlar. Sadəcə onlar belə deyəndə təfsilat istəyən. Yəni sən nə deyirsən, tutaq ki, oturaq əşari ilə, maturidi ilə, hansı ki deyirlər, Allah hər yandadır, Allah səmada olmağını inkar edirlər. Hətta kim Allahın səmada olmağını deyir, onu təkfir edirlər. Sən deyirsən, bəli, sən deyirsən, biz təkfirçilərlə oturaq. Sən deyirsən, biz hizbilərlə oturaq, Seyyid Qutubun dəstəkləyənləri. Əli Hələbinin, İbrahim Ruheylin-Zad və s. o azanların tərəfdarlarına bir yerdə oturaq. Düz gəlmir axı. Düz gəlmir. O sadəcə çoxsu bunu deyənlər başa düşmür nə danışır əslən. Ümumi cümlələrdir də, ümumi. Təfsilat ver. Sən deyirsən, kütləyi bu nə? Təfsilat ver. İndi biri var, sırava adam danışsan, dində olmayan, bir də var, dini adam danışanda buna adam təəccüblənir. Ya onun xəbəri yoxdur dindən, dini adıyla danışır və dindən xəbəri yoxdur, nələr baş verir dində. Ya da Allah bilir. Həmçində şeyx deyir ki, belə heç nə deyə bilmirsən, deyir ki, yanından toxum birləşdirməkdənsə, qəblər birləşdirin. Belə ümumi cümlələr. Həm də ümumi sözlər də qəblər birləşsin, söz-söhbət olmasın, dəstəyi bölünüblər, ayrılıblar. Sən onu deyəndə deyinən səbəb nədir? Səbəb nədir ayrılmaqda? Ayrılmaqda səbəb var. O səbəblər ciddi səbəblərdir. Yəni sən onu ciddi görmürsən onda sənin özündə müşkül məsələ var. O sadəcə kütləyə çıxışdır, kütləyə. Ümumi kütləyə ki, özün sevdirsin, özün desin ki, bu əladır da, belə. Aydındır. Yəni özünü yığır, xal yığır. Amma əsas Allah yanında xalın olsun. Aydındır qardaşlar. Bu qədər, bəli. Qarışıqda cəmaat namazına başlandı, iqamə veriləndə, iqamə veriləndən sonra imam deyir ki, saflarınızı düzləşdirin, Allahın rəhməti və bərəkəti gələcək. Bunun demək... O gəlib o. Peyğəmbər sallallahu aleyhi ve sellem cürbəcür sözlər gəlib, bəli, demək olar. Məsələn, bəzi cəmaat əmin deyil, bəzi demir. Amin lazım deyil, sadəcə imam tövsiyə eləyir. Səhvdə deyənlərə tövsiyə eləyir ki, bəli, çünki sünnədə nə gəlib? Sünnədə gəlib ki, səhvlər sıx olsun. Bəzi rivayətlərdə gəlib ki, topuqla çiyin birləşsin. Səhvlər sıx olsa, o da onun hikməti var, böyük hikməti. Qəlblər onda yaxınlaşır. Aydındır.
Şey, Allah sana açık etsin ki, belə deyim, bir müsəlmanın toyda oynamağı böyük günahdır. Ayıbdır, yoxsa müsəlmanların yığışıb həmin qardaşın qeybət eləməyi böyük günahdır. Yox, qeybət ayrıcadır. Qeybət böyük günahdır ümumiyyətlə. Qeybət kabairdir. Aydındır, toyda oynamaq da kabairdir. Toyda oynamaq da kabairdir. Olmaz. Ümumiyyətlə, düzdür, bu kişi çox eşidirik. Bəzi saat çıxırlar, tələbələr saat, kişi sən, belə bir dənə söz də var. Kim nədən çox danışır, onda yoxdur elə şeylər. Belə bir misal var. Ümumiyyətlə, kişi oynamamalıdır belə cəmaatın qabağında, əslində. Şəri cəhətdən deyirəm. Şəri cəhətdən. Şəri cəhətdən qadınlar oynaya bilər, icazə verib şəriət, öz əri üçün və həmçinin qadınlar öz aralarında müəyyən həddə, o da toylarda, məsələn, bayram günü, amma qaldı ki, kişi yox, gəlməyib. O barədə şəriətimiz, şəri cəhətdən yanaşsaq, üskün deyil. Aydın deyil, nəsiyyət eləmək lazımdır, qardaşlar. Yəni, bilirsiniz, səhvlər olur, səhvlər olur, qardaşlarda olur, səhvlər və s. Biz indi elə yanaşmayaq ki, sapıyor, o min axtaran bir dəfə çaşır. Hələ də öyle də, hələ yanaşmayaq. Səhvlər olur, görürsən, hətta sahabələrdən elələr var idi ki, içkili caiz görürdü. Təvil eləmişdi bir dənə ayəni ki, əgər iman gətirsən, günahlar sənə zərər verməz. İçirdi, sonra ona bəyan edilər, tərk elədi. Aydındır. Yəni, ola bilər, səhvlər ola bilər. O ki, qaldı tabinlərdə və təsəvvürün indi. Lakin biz səhvləri düzəltmək eləməliyik ki, yəni hikmətlə, yəni qardaşlar arasında bölünmə baş verməsin, qəlblər soyumasın. Çünki insan bilsən zəifdir. Mesela qəlb belə çevrilir də tez çevrilir. Sonra qəlbi yığmaq çətin olur. Və ya görsə incilik qalır. İncilik qalır. Ona görə Allah rızası üçün, yəni insan bəzi şeylərdən geri keçər, yəni çalışa geç söz-söhbət olmasın. Mesela o, hərdə misal gətirəm, Əbu Bakr radiyallahu anh, qohumu idi, ona həmişə kömək edirdi. Maddi cəhətdən. O vaxt ki, ifk hadisəsi oldu, Ayşə radiyallahu anh söhbəti. Münafiqlər başladılar bunu yaymağa və sahabələrdən bir neçisi qoşuldu onlara. O da dedi və o da dedi, Əbu Bakrın qohumu da dedi bunu. Və Əbu Bakr dedi ki, bir də ona yardım eləməyəcəm. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem çağırdı yanına və s. Yəni başladı təzdən ona yardım eləməyə. Yəni biz nəfsimizi görə olmamalıyıq. İfk hadisəsində olaraq yoxuydu axı. Araşdırmaz. Yox, ifk hadisəsi. Ayşə radiyallahu anh. Zinada. Handa ha? Sonra ayə gəldi axı. Sonra ayə gəldi. Nur surəsi təxminən 10-15 ayədir. O ayə, o ayələr hamısı dəli də Ayşə radiyallahu anh'a təmizdir. Çünki Quran-ı Kərim iki qadın barədə təmiz deyib. Allah özü deyib. Onlar təmizdir. Biri Məryəm, biri də Ayşə radiyallahu anh'a. Yəni ad olması da ona aid. Ona o səbəb oldu nazil olmağı. Yəni o hadisə ərəfələrdə çünki hətta Peyğəmbər sallallahu aleyhi ve sellem sıxılırdı. Ayə nazil oldu, rahatlaşdı. Olmasa belə söyləyəcək. Elə ki, sağdır, əqiq məclis adı ilə kiçik toyunda nəsə belə bir məclis eləmək olar, yəni musiqisi, yəni nə bilirsiniz? Ümumiyyətlə kiçik toy, bu sünnət toy bizdə deyirlər də. Şəriətdə yoxdur elə şey. İndi kim eləyib, ancaq amma belə şəriətdə yoxdur belə şey. Yoxdur, bizdə adətdir o. Bəzən görürsən eləyirlər. Adət eləmək lazım deyil də. Bir də indi kim eləsə eyb etməz. Amma belə məsələn ki, hamımız eləyir, lazım deyil o. Lazım deyil. Bir məscid var, çox baxımsız bir vəziyyətdə işləmir. Yəni, biraz da ucuz qalır bir məsciddə də. İçi çox pis bərbad vəziyyətlərdə, quşlar, azatlar, tezliyi edirlər. Buranı təmizləmək olar, yəni heç mənə bildirmir deyib, sakitcənə təmizlik üçün başlayın. Yəni ibadət olunan yerdə yoxsa? Olunmur ha?
Yəni pəncərəsi zad yoxdur. Var ya pəncərəsi də hər bir şey bu açıq qoyurlar, edirlər. Yəni ki, Aynen da. oraya yəni gedib bir təmiz. Əlbəttə, əlbəttə. Sakitcənə də bir Əlbəttə təmizləmək olar. Allahın evidir. Təəssüf də. Allahın evidir əlbəttə. Nasıl zaman sil bil həs bil hiç Kur'an'da adı geçen ama onu ayda okuma olur. Ya sen sinirler. Sahabanın. Ümumiyyətlə Zeyd Quranda yeganə sahabidir ki, adı çəkilib. Her şey o. Ha, ərəbcəsində ha. Ha. Yeganə sahabidir ki, adı çəkilib Quranda. Bir dənə sual verək, Allahın izniyle biraz aktualdır. Görürsən, məsəl üçün, belə ibadət əhlidir, dəvət edirsən, atarsan, amma cahilliklər çox şiddətlidir. Belə, daha günahlarım belə deməyəm, məsələ belə də belə götürsü belə nə ət görünə balıq gözlə belə deyək. Bu, yəni, təəssüf keşliyini çəkmək nə dərəcədə doğrudur? Hər halda bir şey atmayaq. Ha. Əgər salamatsa, əgər istəyirsə gəlsin, qırmaq da lazım deyil. Sadəcə nəsiyyətdir də. Neyiniyək? Bizən hamı olan məzəyin olsun. Elə qardaşlar var, fikir verir çox şey. Elə qardaşlar biraz zəifdir. Elə qardaşlar laf zəifdir. Elə namaz qılır, elə bizim yanımızdadır. Yəni, hamı eyni deyil də. Yəni, düzdür, biz istəyirik hamı belə əla olsun. O mümkün deyil. O mümkün deyil. Ona görə biz çalışmalıyıq. Həm özümüzün üzərində çalışmalıyıq. Həm ətrafımızı da çalışmalıyıq, kömək eləyək ki, möhkəm olsunlar. Salamünaleyküm, bir kəmi sonra pul ver mənə. İndi bilin də, əgər hələdirsə, əgər istifadə edirsə zat, işte bilin, çox lazım deyil. Gəlir ki, xoş gəlmirsən. Aydındır, gəlir, xoş gəlir. Lap yaxşı. Amma çox belə də lazım deyil də. Hələ də eləməyin. Hərdən görürsən, pul verirsən, korlanır adam. Bilməzsən, yox, kimi versən problem, o müşkül məsələdir də, o müşkül məsələdir. Bəziləri qardaşlar kömək eləyir, onu görəcək işləmirlər. Deyirlər, Allah qardaşların canı sağ eləsin. O da düzgün deyil. Halbuki yüngül iş var. Nə bilim Allah, o artıq insanların özlərinə qayıdır da. Amma siz də oyaq olun da, siz də oyaq olun. Yəni, çox həddindən artıq da belə qəflətli olmayın. Kimsə istifadə eləsin zat, həddindən artıq. Allah sizə bərəkət versin. Allah razı olsun. Arkadaşlar, çox sağ olun. Yaxşı, axırıncı. Zahirlikdə atam dünyasını dəyişəndə. Allah razı olsun. Mərmərlərdən elə. Allah mənim günahım var. Şimdi mən onu götürmək istəyirəm. Əgər, məsələn, tutaq ki, atanın qəbri, məsələn, mərmər qoyub, hündür daş, şəkil və s. Hündürü götür yenə. Bacarsan. Sinə daşı qoy qalsın da. Sinə daşı qoy qalsın da, onu çıxardı, nə ara çıxardırsın. Amma o dik daşı götür. Onu götürməyinin. Heç də götür tulla onu. Sındırım da. Sındır tulla, çünki həm də orada şəkili də var. Şəkil ümumiyyətlə olmaz qaldı ki, ölünün şəklini qoymaq. Çəkməm ki, olsa onun yerində şimdi götürməyim. Belə də qırağın, torpaqlarında. Əgər fitnə olmasa da, Mənim atam. Hətta lap tutaq ki, mən bilməm. ya da indi başlayacaq da, qohumlar zat başlayacaq, birdən görürsən səndən böyük qardaşın ola bilər. Başlı, əmi dayı çıxacaq, namaz qılmırları. Ancaq gələcək, nə danışsan, qəbir üstü olmalıdır, metrə yarım mərmərlə. Yəni, o şeyi eləməsəm nədir bəs? Bu nədir? O şeyi eləməsəm qalsa nədir bəs? İmkan varsa elə. Çünki nəh gəlib baxır. Nəh gəlib qəbir üstə hündür daş qoymaq. Yaxşı, bəsdir qardaşlar. Allah razı olsun. Selamun aleyküm. İnşallah görüşərik.